Salamlayıram sizi. Bugün mən gastroenterolog Tərlan Qasımovla bir yerdəyəm. Bugünkü gün xəstəliklər niyə görə artıb? Bax, bu həkimlər onu müxtəlif cürə izah edirlər. Mən deyəndə ki, xəstəliklər artıb, xəstələrin sayı da artıb. Deyirlər ki, sadəcə diaqnostika imkanları artıb. Bu xəstələrin sayını çox göstərir. Siz bunu necə izah edirsiniz? Bugün biz məhz bu barədə danışacağıq. Çox vacib mövzudur. Görək xəstəliklər niyə bu qədər artıb? Niyə uşaq yaşdan tutmuş qocaya qədər hər yaşda xəstəliklər artıb? Xəstəliklər niyə bu qədər gəncləşib? Bax, bu barədə danışacağıq. Gəncləşib, bax, onu xüsusilə. Bəli. O məsələ çox ağırlı mövzudur. Görək səbəblər nədir? Səbəblər həddən artıq çoxdur. Baxın, insanların rejimsiz olmağı çox vacib məsələdir. Rejimsiz nə mənada? Disiplin nəyi nəzərdə tutur? Rejim hər bir qidalanma rejimi, vaxtında yatmaq, vaxtında durmaq, yuxu rejimi, idman rejimi, yəni insanlar rejimsizdir. Gecə çox gec yatırlar. Misal üçün elementar deyim ki, yuxuda melatonin hormonu ifraz olunur ki, çox vacibdir. Bu melatonin hormonu saat 11-dən 2 arasında əsas sintez olunur. İnsanlar da çoxsu yatır saat 2-dən sonra, yaxud 2-də. Artıq o melatonin normal sintez oluna bilmədi. Demək, insanın əsəb durumuna, sağlamlıq durumuna birbaşa təsir edəcək. Digər səbəblərdən danışaq. Ekologiyanın təbii mühitin bu qədər korlanması, radiasiyanın şüalanmanın normadan artıq olması, qidalarımızın təbii, sağlam, keyfiyyətli olmaması, insanların passivliyi, fiziki aktiv olmaması, bunlar hamısı təbii ki, şərtdir. Amma hər zaman demişəm, yenə də qeyd edirəm ki, bugünkü gündə ən vacib, əsas səbəb psixonevroloji gərginliklər, əsəb stressdir. Elementar düşünək. Xüsusən də şəhərdə yaşayan insanların çoxsu gündəlik 2 saat, 3 saat probkalarda, tıxaclarda qalırlar. Tək bunun stresi insana bəsdir. Heç başqa bir şeyləri demirik. Öz sahəmdən izahat verim, gastroenteroloji baxımdan. Baxın, mədə-bağırsaq sistemi, ağız, udlaq, qida borusu, mədə və bağırsaqlar. İndi baxın, qida borusundan başlayaq. Qida borusunun ən çox rast gəlinən xəstəliklərin biri reflux xəstəliyidir. Reflux xəstəliyini artıran əsas səbəblərdən biri stressdir, əsəbdir. Keçək qida borusundan sonra mədəyə. Ən çox rastlandığımız mədə yaraları, peptik xora xəstəliyi. Bir səbəbi stressdir. Diaqnozunda adı belə gedir. Stress xorası. Yəni stressdən qaynaqlanan xora. Stress gastropatisi deyilən bir diaqnoz var. Stressə bağlı mədədə olan patologiya. Mədədən sonraki şöbə bağırsağa keçək. Son zamanlar həddən artıq çox rast gəlinən qıcıqlanmış bağırsaq sindromu. Həssas bağırsaq sindromu. Bu nə demək? Yəni insan yemək yeyən kimi dərhal ayaq yoluna qaçır, ishal olur, qarın ağrısı olur. Ən çox rastlandığımız xəstəliklərdən biridir. Əsas səbəbi psixonevroloji gərginlikdir. Əsas səbəbi beynin sakit olmamasıdır. Yəni, bütün ətraflı araşdırırıq, ortaya bir organik xəstəlik çıxmır. Bu zaman artıq bu olur qıcıqlanmış bağırsaq sindromu. Tibbdə bunun çarəsi var. Həkimlər danışır, amma çarəsi barədə heç bilmir. Çarə gastroenteroloq və nevroloq, psixonevroloqun birgə konsultasiyası, birgə müalicəsidir. Bu zaman effekt olur. Alınırmı yəni? Yəni, bizdən də çox psixonevroloqun məşğul olması. Çünki səbəb psixonevrolojidir. Qəbizlik olsun. Qəbizliyin özünün bir səbəbi yenə də nevroloji problemdir. İnsanın bədəni, orqanı hamısı siqnalla, loru dildə desək, siqnalla işləyir. Baş beyindən orqanlara ötürülən impulslarla idarə olunur. İnsanın baş beyin fəaliyyəti belə deyək, normal deyilsə, normal impuls ötürülmür, bağırsaq peristaltika edə bilmir və qəbizlik yaranır. Elementar. Baxın, gastroenterolojidə mədə-bağırsaq sistemində əvvəldən axıra kimi bütün şöbələrin, xəstəliklərin bir səbəbi stress nevroloji oldu. Bunun kimi bütün xəstəliklərə nevrolojinin çox böyük təsiri var. Əksər xəstəliklərə. Digər xəstəliklərdən son vaxtlar orta yaşlı insanlardan, xüsusən də kişilər ən çox ürək tutmasından və onkoloji xəstəliklərdən dünyasını dəyişir. Görək bunlara səbəb nədir? Onkologiyanın bu qədər artmasının səbəbi nədir? Onkoloji xəstəliklərin artma səbəbi təbii ki, burada yenə də şüalanmanın, yenə də ekoloji mühitin, qidaların böyük rolu vardır. Amma onkoloji xəstəliklərin yaranmasının əsas səbəbi bədən immunitetinin zəifləməsidir. Bədən müqavimətin zəifləməsidir. Müqaviməti azaldan əsas səbəb yenə də stress, psixonevrolojidir. Negativ xəbərlər də çoxdur. Negativ, təbii ki, sosial şəbəkələrdə insanların çox vaxt keçirməsi, insanlar çox fokuslanırlar. Əlbəttə, qanqaraldan xəbərlərdir, belə deyək, sosial şəbəkə, telefon ümumiyyətlə əsrin bəlasıdır, mən deyirəm. Yəni, həqiqətən bu belədir, bu bir mənalıdır.
yenə də sosial şəbəkənin insanın əsəb sisteminə təsirindən qaynaqlanır. Yəni onkoloji xəstəliklərin yaranmasının əsas səbəbi immunitet zəifliyidir. Əsəb stres də immuniteti çökdürən əsas səbəbdir. Məsələn, insan üşüyəndə deyir ki, üşüyən adam artıq qrip də tutacaq, digər xəstəliklər də tutacaq. Aşağı olduğunu xəstələnənə qədər xəstə deyilik. Amma immunitetin aşağı olduğunu necə bilək? Misal üçün, stresli əsəbi insanlar deyir üşüyürəm. Bu artıq müqavimətin zəifləməsinə və bütün xəstəliklərə eyni zamanda keçək kişilər ən çox bugünkü gündə dünyasını dəyişmə səbəbi qəfləti, ürək tutmaları, miokard infarktı və s. Baxın, miokard infarktı, qəfləti ürək tutması nədən baş verir? Ürəyi qidalandıran tac arteriyaların daralmasından. Təbii ki, bu davamlı olduqda. Bu barədə düzdür, kardioloqlar daha geniş məlumat verə bilər. Ürəyin tac arteriyasında daraldan nədir? Yenə də stres, əsəb gərginlik bir səbəbdir. Düzdür, burada piylənmə, az aktivlik, idman etməmək bunlar hamısı şərtdir. Amma nə qədər artıq çəki olursa olsun, damarın divar tamlığı pozulmasa, orada ateroskleroz yaranmasa, bu ciddi ürək tutmalarına səbəb olmaz. Keçmişdə çəkili adamlar bundan qat-qat çox idi. Amma infarktdan, ürək tutmasından dünyası dəyişən nadir idi. Çünki stres yox idi. Çünki bu qədər stres yox idi. Yəni damarın dediyim kimi divar tamlığının pozulması bu cürə simpatik sistemin aktivliyi ilə olur. Simpatik sistemi aktivləşdirəndə stresli əsəbdir.